Müsahibim Hindistandandır. Satish Naya, Biznes Ofisinin rəhbəri. Mr. Naya, Zənvər, təşəkkür edirəm vaxt ayırıb bizimlə söhbət etdiyiniz üçün. İlk növbədə sizin təəssüratlarınızı eşitdim. Bakıya ilk səfərinizdirmi? Xeyr, birinci deyil. Amma bəli, bu forumda ilk səfərimdir. Birinci sualım, forumla bağlı təəssüratlarınızı eşitmək istəyərdik. Bəzi bir sıra ölkələr bu foruma böyük maraq göstərirlər. Belə ki, onlar öz şəhərləşmə, urbanizasiya ilə bağlı problemləri həll etməyə niyyətlidirlər. Nə deyə bilərsiniz? Mən özüm Hindistandanam. Bildiyiniz kimi Hindistan 1,4 milyarda olan bir ölkədir. Bildiyiniz kimi hər 7 nəfərdən biri planetimizdə Hindistan vətəndaşıdır və hər bir Hindistanda şəhər təxminən hər il şəhərlərə 15% axın olur. Gəldiyim şəhər isə qeyri-rəsmi rəqəmlərə əsasən bir şəhərdə təsəvvür edir ki, milyonlarla insan eyni şəhərdə qalırlar və problemin arxasında da bir fürsətlər dayanır. Bizim çox unikal bir həll yollarımız var. Yəni, şəhərlər bildiyiniz kimi hər yerdə böyüyür, genişlənir. Amma eyni zamanda biz əlçatar bir yaşayış yerləri ilə bağlı həll yollarını təklif və təqdim etməyə çalışırıq. Və Hindistanda biz bu forumdan iştirak edərək, biz bu proseslərlə, cəryan edən müasir proseslərlə yaxından tanış olmaq istəyirik. Və biz bəzi digər yerlərdə 6-8 həftəyə görülən işləri artıq bir gün edirik. Yəni, Hindistan əhalisinin sayının çox olmasını nəzərə alaraq, bizim 70-ə yaxın əyalətimiz var və biz həll yollarını texnologiyada tapırıq. Ona görə də kreditlərin verilməsi, tam rəqəmsallaşmış ictimai infrastruktura istifadə etməklə, ictimai data, məlumatlara çıxışla təmin edirik. Biz də müştərilərə 5 dəqiqə ərzində müvafiq krediti ayırmış oluruq. Hindistan dünyanın ən böyük ölkələrindən biridir, amma Hindistanda çox sayda problemlər var urbanizasiya kontekstindən. Bəzi məlumatları əldə etmək istəyərdim və Hindistan necə bu yaşayış yerlərlə bağlı problemlər əldə edə bilər. Bəli, bu problemlər deyərdim ki, uzun illərdir davam edir. Burada isə yəni insanların getdikcə şəhər mərkəzlərinə böyük axınların olmasıdır. Mənim gəldiyim şəhər isə tarixən dünyanın ən çox yaşayış yerlərindən biridir. Amma biz necə nailiyyətlərə necə nail oluruq? Yəni, həyata keçirilən dövlət siyasəti, eləcə də ki, biz özəl sektorun iştirakı ilə yenidən inkişaf və bildiyiniz kimi insanların yaşayış yerlərinin daha da təkmilləşdirilməsi gəldikdə, bəli, biz əlçatar şəkildə insanların yaşayış yerlərinə çıxması çox önəmlidir. Yəni, yaşayış yerləri bəzən çox subsidiyalaşmış şəkildə verilir. Digər yerlərdə isə dövlət özəl əməkdaşlığı çərçivəsində mümkün olur. Yəni, dövlət və özəl qurumları qarşılıqlı şəkildə xüsusi əlçatar, yəni əlverişli qiymətə yaşayış yerlərini insanlara təqdim edirlər. Belə ki, bu sahib çıxma qiymətləri təbii ki, olduqca, yəni mülkiyyət qiyməti olduqca çox artıb. Nəyi öyrənmək istəyərdim? Biz Azərbaycanlılar Hindistan kinolarını, filmlərini çox sevirik. Kim sevmir ki? Demək olar, hamı Hindistan filmlərini sevə-sevə izləyir. Bəli, bəli. Və mənim şəxsən izlədiyim Hindistan filmlərinin əsas məğzi evsizlik demək olar ki, problemlərinə həsr edilir. Amma real həyatda isə biz bilirik ki, Hindistanda evsizliyə probleminə qarşı ciddi tədbirlər görülür və real həyatda deyə bilərik ki, bəli, evsizlik problemi Hindistanda filmlərdə izlədiyimiz kimi dərindir. Bilirsinizmi, evsizlik məsələsi, mən deyərdim ki, əvvəllər 40 il, 30 il əvvəl daha kəskin
Amma günümüzdə həyata keçirilən, icra olunan proqramların, islahatların sayəsində evsizlik problemi olduqca minimuma endirilib. Yəni deyərdim ki, əgər işləyirsənsə, evə sahib çıxmaq, hətta orta məqamdan daha az ödəyirsiniz, qazanc əldə edirsiniz, yenə də mənzil evə sahib çıxa bilərsiniz. Düzdür, əvvəllər problem daha kəskin idi, amma indi daha fərqli hal alıb. Hindistanların əhalisinin istəkləri daha böyük, daha yaxşı, deyərdim ki, hətta böyük şəhərlərə köçməkdir. Biz daha çox buna diqqət yetiririk ki, şəhər infrastrukturunun təkmilləşdirilməsinə diqqət verməliyik. Evsizlik keçmişin böyük problemidir. Günümüzdə əsas məsələ isə daha yaxşı infrastrukturun, daha yaxşı şəraitin şəhər yerlərində yaradılmasıdır. Bəli, misal üçün, mənim yaşadığım ictimaiyyətdə mən hansı töhfələri verə bilərəm, hansı işlər görülə bilər, bax bu məsələlərə diqqət yetiririk. Gəlin indi isə sərgi barədə danışaq. Sərgi barədə nə deyə bilərsiniz? Bəli, biz böyük bir şirkəti Hindistanda fəaliyyət göstəririk, çünki bizim lisenziyalı biznesimiz var, amma bura nə üçün gəlmişik? Sərgidən danışmışam. Biz nümayiş etdirmək istəyirik texnologiyalarımızı. Müştərilərimizə krediti çox sadə, sürətli və əlverişli şərtlərlə verə bilər və bütün dünyaya da bu ideyanı biz çatdırmaq istəyirik. Gəlin bizim sərgidə texnologiyamızı yaxından izləyin, baxın və bu məsələyə ciddi yanaşırıq. Və əlverişli yaşayış yerlərini tapmaq çətindirmi? Asandır, çox çətindir, bəli, çox çətindir. Nə üçün? Və burada bilirsinizmi, uyğunsuzluqlu, yəni torpaqların o qədər də artıq çox olmamasıdır. Hindistan böyük bir ölkədir, amma əhaliyə gəldikdə biz, bəli, əlçatar torpaqların sayı olduqca azdır. Düzdür, həll yolları var. Digər inkişaf edən ölkə iqtisadiyyatlarında olduğu kimi biz də problemləri hər gün həll etməyə çalışırıq. Amma deyərdim ki, əlverişli şərtlərlə mənzil təminatı asan deyil, amma eyni zamanda əhalinin gəlirləri də artmaqdadır. Son sualım yenə də forumla bağlıdır. Sizin gözləntiləriniz nədir? Yəni, sizin ölkə üçün gözləntiniz, hətta bütün dünya üçün gözləntiniz nədir? Gözləntimiz odur ki, biz nümayəndə heyətlərini, müxtəlif biznes, özəl sektor, icmaların nümayəndələri buraya gəlib, çoxlu qabaqcıl təcrübələri var. Yəni, bu təcrübələr də bizi dərindən düşünməyə vadar edir ki, biz də maliyyə və digər amillər də nəzərə alaraq təcrübələrdən də öyrənə bilərik. Bəli, infrastruktur boşluğu ilə bağlı hansı işlər görülə bilər, hansı tədbirlər görülə bilər, bəli, müxtəlif ölkələrin təcrübələrini, eləcə də Afrika ölkələrinin də, bax, bizim bu forumda Avropa, Cənubi Amerika təcrübələrindən, bəli, zənimizə çox faydalana bilərik. Təşəkkür edirəm, əlavə etmək istədiyiniz nəsə varmı? Vermədiyim, ola bilsin, hansısa sual oldusa, buyura bilərsiniz. Yeganə müsahibəyə əlavə etmək istəyim bir məqam. Yəni, dünyanın olduqca problemlərin sayı çoxdur, amma əsas məsələ problemlərə həll yolunu tapmaqdır. Və bizim dünyamız əgər hamı bir ailə kimi işləsə, əməkdaşlıq etsək, çox problemlərin həll yolunu tapa bilərik. Təşəkkür edirəm. Xatırladım ki, qonağımız Hindistandan Safish Ney idi. O, Hindistanın biznes ofisinin rəhbəridir.